Herkese salam, Öznet kanalına xoş gəlmisiniz. Videoda biz Baxel krediti necə götürmək olarsa o barədə danışacağıq. Məhz götürmə haqqında, çünki krediti həmçinin ödəmək Dostlar salam, bugünkü videoda biz Baxeldə kredit haqqında danışacağıq. Krediti necə götürmək olarsa o barədə. Bunun üçün həmişə olduğu kimi Baxelin rəsmi səhifəsindən istifadə edəcəyik. Baxıb görək ki, orada hansı məlumatlar mövcuddur. Odur ki, Baxeldə iki növ kredit var. Birincisi Cin kreditdir, digəri isə Class kreditdir. Gəlin ilk öncə Cin krediti nəzərdən keçirdək. Baxaq görək ki, bunun daxilində nələr mövcuddur və hansı məbləğlərdən faydalanmaq olar. Cin krediti əldə etmək üçün yeri gəlmişkən məbləği 1 manatdır. Ekran üzərində ulduz 150 GSS yığa bilərsiniz və daha sonra sizə 1 manat kredit təqdim olunacaqdır. Kreditin balansını artırmaq üçün, yəni ki, sizə kredit verilsin deyə sizin nömrəniz aktiv rejimdə olmalıdır. Balansınız son 30 gün ərzində ən azı bir dəfə artırmalıdır ki, sizin balansınızda vəsait olsun deyə. Kredit əldə etmək üçün ekran üzərində ulduz 150 GSS yığırsınız və 1 manatlıq kredit əldə edirsiniz. Cin kredit təqdim olunur sizə. Odur ki, dərhal ondan faydalanmaq olar. Xidmət haqqına gəldikdə isə, əgər siz deməli Cin kreditindən istifadə edirsinizsə, xidmət haqqı 20 qəpidir. Ekran üzərində isə kod yığıldığı zaman, yəni kod yığırsınızsa, ulduz 150-dən söhbət gedirsə, o zaman 18 qəpidir. Cin kredit haqqında bu qədər. Ətraflı məlumatı həmişə olduğu kimi videonun altında qeyd ediləcəm link vasitəsilə ki, siz də keçid alıb oxuyasınız. Daha detallı məlumatlar. Mən isə ümumi məlumatı sizə söyləyirəm ki, qısa olaraq məlumatda olasınız. İndi isə gəlin keçid alaq Class kreditinə. Burada deməli abunəçilər 7 manata kimi kredit əldə edə bilərlər qeyd olunur. Gəlin oxuyaq, baxaq görək ki, nə yazılır. Baxselin klassik kredit xidmətini siz daha çox ünsiyyət saxlamaq üçün imkan təqdim edir. Hər bir Class abunəçi 10 manat qədərə. Gördüyünüz kimi orada 7 yazılmışdı, burada isə 10 qeyd olunur. Gəlin baxaq, deməli 3 kredit eksklüziv deməli 3 cür kredit eksklüziv olaraq Class abunəçilər üçün təqdim olunur. 1 manatlıq müvafiq kod vasitəsilə yığmaq olar. 2 manatlıq və 5 manatlıq burada qeyd olunur. Kredit balansınızı yoxlamaq üçün müvafiq kod var. Ulduz 250 ulduz 0 GSS və ətraflı məlumat üçün lütfən bu kodu yığın. Amma 10 manatlıq mənə maraqlı gəldi ki, bəs 10 manatlığı necə sifariş eləmək olar? Gəlin onu baxaq. 10 manatlıq isə burada qeyd olunmayıb. Məsələ orasında siz 10 manata qədər əldə edə bilərsiniz. Məsəl üçün bunu 2 dəfə sifariş edə bilərsiniz və yaxud bunu birinci dəfə sifariş edə bilərsiniz. Yəni 10 manata kimi söhbət gedir. Odur ki, bu qədər çox qısaca olaraq. Əgər suallarınız olsa, kommentlərdə qeyd edin. Onu birlikdə üzərindən keçək. Ətraflı məlumatı isə mən mütləq şəkildə linklərdə qeyd edəcəm ki, siz də baxasınız. Söylədiyim kimi, əgər kredit balansınızı yoxlamaq istəyirsinizsə, mütləq şəkildə bax bu koddan faydalana bilərsiniz. Ulduz 250 GSS kodundan məhz bu klassik kreditdə. Bu qədər. Ümid edirəm ki, məlumat sizin üçün faydalıdır. Kanalımıza abunə olmağı unutmayın və özünüzə yaxşı baxın. Növbəti videolarda görüşmək ümidi ilə.